tələbələrinin tibb dil biliklərini C1 səviyyəsində sübut etmələri üçün nəzərdə tutulmuş bir imtahandır, digital imtahandır. Digital deyəndə nəyi nəzərdə tuturam? Kompüter şəklində heç bir otaq dəyişilmədən təyarlar avtomatik özləri dəyişərək bir otaqda keçirilir. Qeydiyyat onlayn şəkildə aparılır. İmtahan tarixini özünüz seçirsiniz və imtahan 3 fərqli yerdə keçirilir. Mainz, Nürnberg və Kassel şəhərlərində və imtahanın nəticəsini siz təxminən 2-4 həftə sonra e-mail vasitəsilə bildirilir. Bu imtahanı necə qeydiyyat aparılır? Google-da Famet testi yazırsınız və briefing book'un edirsiniz. Qeydiyyat zamanı yalnız Mainz şəhərində imtahan verirsinizsə, B2 və ya C1 sertifikatını yüklərsiniz. Digər sənədlərə ehtiyac yoxdur. Faşpraq briefingdəki kimi. İmtahanın rüsumu 530 eurodur və əgər siz viza ilə problem yaşamısınızsa, imtahanı ləğv etmək olur və ya ferşibən imtahan tarixini dəyişmək olur. İmtahan tarixini 6 həftə əvvələ qədər ləğv edirsinizsə, pulun tam şəkildə geri qaytarılır. 14 gün ərzində edirsinizsə, ləğv 50% qaytarılır. 14 gündən az bir zamanda edirsinizsə, tamamilə, yəni heç bir pul qaytarılmır. Qeydiyyat yəni çox rahat şəkildə aparılır. Və imtahan strukturu haqqında danışım sizə. İmtahan 3 hissədən ibarətdir. 3 dediyim, yəni 4. Anamnez-Gespräch hissəsi, Aufklärungsgespräch, 2 dənə Arztgespräch və brief hissəsidir, şriftlik hissəsi. Anamnez-Gespräch dedikdə, yəni normal anamnez, xəstədən suallar toplayırsınız, xəstənin suallarına cavab verirsiniz. Aufklärungsgespräch dedikdə nə nəzərdə tuturuq? Yəni hansısa bir manipulyasyon, prosedur və yaxud əməliyyat haqqında qısa bir şəkildə xəstəyə məlumat verirsiniz, izah edirsiniz. Və Arztgespräch siz xəstəni həkimə təqdim edirsiniz. Yəni bu 4 tayılın 4-ü də 23 dəqiqə olur. Ayrı aralıqda deyim, hər tayıl üçün 11 dəqiqə nəzərdə tutulub. Siz özünüzü, yəni 2 dəqiqədə hazırlıq imkanınız var. Əgər siz özünüz hazır hiss edirsiniz, yəni knopkaya basırsınız və direkt tayıl açılır öz-özünə. Şrift hissəsi, brief hissəsi yazılıdır, kompüter şəklində olur. Yəni, yenə kompüterdə edirsiniz hamısını. Qıraqda bir video olur. Ona baxa-baxa, yəni siz yazırsınız. Hər tayıl haqqında ətraflı indi danışacağıq. Hazırlıq prosesi və istifadə etdiyim resurslar haqqında məlumat vermək istəyirəm. İlk, yəni Famet Mittiya kitabını mən imtahanda hazırlıq prosesində əsas mənbə kimi istifadə etdim. Burada siz bütün taylar haqqında məlumat, anamnez, Aufklärung, həmçinin brief, Patientvorstellung, yəni Arztgespräch haqqında bir sözlə bütün taylar haqqında siz məlumat ala bilərsiniz. Şablonlar var, nümunələr var ki, imtahanda necə deyirlər, anamnezdə xəstə necə özünü təqdim edir. Və digər bir mənbə isə Telegram qrupudur, FSP Simülasyon Famet. Siz burada protokollar, ən son məlumatlar, prüferlərin tez-tez verdiyi suallar haqqında məlumat tapa bilərsiniz. Hər kəs orada öz təcrübəsini bölüşür. Bundan əlavə də kolleqalar öz hazırladıkları fayllardan istifadə paylaşırlar və digər kolleqalar da bundan istifadə edir. Qısaca, ən aktual məlumatlar oradan əldə etmək mümkündür. Digər bir mənbə FSP Bayern 2024, yəni Şamil Qurbanlı yəqin ki, eşitmirsiniz. O kitabda mən açıq deyim, reaksiyonlu hissəsini oxudum. Anamnez hissəsi də çox gözəl və aydın yazılıb, lakin bu Famet üçün çoxdur. Çünki Fametdə anamnez hissəsinə yalnız 10 dəqiqə ayrılır və bu tayıl digər bir tayıllara aidiyyəti yoxdur. Yəni, hər bir tayıl öz yeni bir fal deməkdir. Bir tayılda siz əgər biraz nəyisə unutdunuz, nəyisə yadınızda çıxıb yazmadınızsa, o birisi tayıllara, yəni digər tayıllara heç bir təsiri yoxdur. Protokollar dedikdə nəyi nəzərdə tuturdum? Aşağıda qeyd elədiyim kimi, Arztgespräch, yəni qastrit, akut pankreatitis, bunlar yəni ən son düşən mövzulardır. Arztda hər bir tayıl haqqında məlumat var. O qrupda protokol, yəni hazır siyahıdır. Siz o siyahına üzrə gedirsiniz, təkrar edirsiniz, oxuyursunuz. Digər bir mənbə Famet Prüfungdur. Mən orada yalnız şablon, o kitabı yəni mən şablon üçün istifadə etdim. Çünki orada çox məlumat var və insan baxanda deyir ki, hansı birindən başlamaq lazımdır. Qısacası bu şablon üçün istifadə olunan bir mənbədir. Yəni mən elə istifadə elədim.
Digər bir mənbələrə keçəndə YouTube videoları var. FAMED-in öz rəsmi səhifəsində, YouTube səhifəsində həm Aufklärung, anamnez, həm Patientvorstellung, həm də ki brief haqqında bütün yəni videolar təqdim olunub. Hər 2 aydan bir, 3 aydan bir yeni videolar əlavə olunur. Siz oradan baxıb görə bilərsiniz ki, yəni ümumiyyətlə imtahanın gedişatı necə dəyərləndirir, hansı məqamlara toxunurlar, nəyə fikir vermək lazımdır və briefin orada bir neçə dənə nümunəsi var, hansı ki imtahanda da yəni eyni ilə olur, heç bir dəyişiklik olmur. Yəni belə digər bir mənbələr də var. Yəni YouTube-da baxsaz Artsprech var, Facebook Vorbereitung mit Julian var. Digər mənbələrdə baxa bilərsiniz, amma FAMED-in öz YouTube səhifəsində daha aydın şəkildə izah olunub hər şey. İndi keçək hər bir tayl haqqında ümumi məlumat, necə hazırlaşmaq lazımdır və mənim bir neçə tipsim, nə məsləhət görərdim. Anamnez Gespräch, yəni dediyim kimi, xəstəyə suallar verirsiniz və siz onu ətraflı şəkildə, yəni 10 dəqiqə ərzində aktual hissəsini elə bir suallar verməlisiniz ki, bütün, belə deyim, falı əhatə eləsin. Burada mən təqdim eləmişəm kolon karsinom məsələm çox düşənlərdən biridir, suallarını. Sizi xəstə dayandırıb ya sual verə bilər. Siz həmin ərəfə çox diqqətli olmalısınız və ona reaksiyon verməlisiniz. Reaksiyon dedikdə nəyi nəzərdə tuturam? Məsələn, xəstə sizə deyir ki, mən çox qorxuram, həkim mənim valideynimin biri xərçəngdən rəhmətə gedib. Siz ona reaksiya verməlisiniz ki, başa düşürəm, siz çox narahatsınız, lakin bu şikayətlərin digər bir qruntlu, yəni səbəbləri də ola bilər, narahat olmayın. İlk öncə biz bəzi müayinələri etməliyik, şeflə mən danışacağam, məsləhət edəcəm, sonra sizə geri dönüş edəcəm. Belə bir reaksiyon verməlisiniz və mən ikinci bir şəkildə onu qeyd eləmişəm. Hansı reaksiyonları verməlisiniz? Yəni yaxşı olardı ki, təbii ki, bunu əzbərə, yəni öyrənəsiniz və öz sözlərinizlə təbii ki də əlavə edə bilərsiniz. Amma yəni dediyim kimi vaxt qısıtlı olduğuna görə siz bunları əzbər bilsəniz daha tez reaksiya verəsiniz. Nəinki düşünüb reaksiya versəniz. Çünki vaxt yenə deyirəm qısıtlıdır. 10 dəqiqə içində siz bunu zusammenfassend eləməlisiniz və tile özü bitir, avtomatik sönür, keçir digər tile'a. Siz heç bir şey edə bilmirsiniz onda. Mənim imtahanda məsləhətim olardı ki, siz imtahan otağına daxil olursunuz, notebook var, qələm var, vərəq var. Oturursunuz, 10-15 dəqiqə sizə vaxt verirlər, özünüz hazırlaşasınız, su içəsiniz, stresinizi biraz da olsa azaldasınız. Gedən kimi anamnez bloqen kağızı düzəldirsiniz özünüzə, yəni burada mən qoymuşam şəkildə. Əsas olaraq çalışın, bütün anamnezi yazmayın, sadəcə aktual anamnez hissəsini qısa-qısa şəkildə yazın. Çünki daha sonra siz onu zusammenfassen, yəni başa düşdüklərinizi xəstəyə ötürürsünüz ki, mən düzmü başa düşdüm sizi? Bu, belə deyim, imtahanda çox böyük bir bal verir. Əgər siz zusammenfassen, yəni hamısını bir şəkildə toplayıb xəstəyə deyirsiniz ki, məsələn, sizin bu şikayətləriniz var, mən düzmü başa düşdüm sizi? Onu etməsəniz, sizə təbii ki, müsbət heç bir bal verilməyəcək. 50% yəni zusammenfassung əhatə edir, belə deyim. Ona görə zusammenfassen etmək, yəni hamısını bir yerdə toparlayıb aktual anamnez hissəsini siz xəstədən təzədən soruşmalısınız. Başqa bir şikayətiniz varmı? Düzmü mən anladım? Və daha sonra digər suallara keçə bilərsiniz. Yəni bu o qədər də qorxulu deyil ki, məsələn, raiz anamnezi soruşmadınız, unutdunuz və yaxud da hansısa familiya anamnezdə bir-iki sual vermədiniz, atası haqqında soruşmadınız, xəstəliyi varmı, yoxmu? Bu o qədər də qorxulu deyil. Amma yenə deyirəm, aktual anamnez hissəsini yazıb qeyd eləsəz daha yaxşı olar. Çünki onu siz xəstəyə yenidən ötürəcəksiniz. Belə, keçək digər hissəyə. Aufklärung Gespräch. Bu tile'da siz xəstəyə hansısa bir prosedur, hansısa bir əməliyyat haqqında ətraflı izah edirsiniz. Amma burada qəti şəkildə heç bir fakt vergilikdən istifadə etməməlisiniz. Çünki bu sizin üçün bir minusdur. Çünki xəstə sizi anlamır ki, siz məsələn appendisit deyirsiniz, xəstə anlamır ki, o nə deməkdir. Yəni o sizin üçün bir minusdur. Ona görə heç bir fakt vergilikdən istifadə eləməməlisiniz. Və Aufklärungda yaxşı olardı ki, bir sıraya bir diqqət eləyəsiniz. Məsələn, salamlaşırsınız, özünüzü təqdim edirsiniz, hansı həkimsiz və keçirsiniz ablav hissəsinə, yəni əməliyyatın və yaxud da
hansısa bir prosedurun gedişatı haqqında məlumat verirsiniz. Daha sonra onların rizikinlərini deyirsiniz. Bəzən mörtəzidə yazılır ki, Hoyfiq nə qədərdir? Yəni nə qədər rast gəlinəndir, çoxmu qorxuludur? Yəni xəstə həmin ərəfə sizi dayandırıb deyə bilər ki, mənim qorxuram, başqa bir alternativ varmı? Siz yenə də məntiqlə yəni tez cavab verməlisiniz düşünmədən. Çünki orada bəzən Afklering hissəsi qısa yazılır. 1-2-3 dənə cümlə ilə. Siz həkim olduğunuza görə, yəni onu nəzərə alaraq deyirlər ki, qısa olsa da yaxşı olar. Alternativi, yəni özünüz də deyə bilərsiniz. Təbii ki, bu tibbi dil biliyidir. Ketmis briefing deyil ki, daha dərinə getsinlər. Ona görə 1-2 dənə alternativ növünü də desəz, o daha yaxşı olar. Komplikasyon hissəsindən sonra gəlir əməliyyatdan və yaxud da prosedurdan öncə və sonra hansı qaydalara riayət etməlisiniz, onlardan danışırsınız. Yenə də onlar qeyd olunur. Ekranın digər hissəsində elə bil ekran 2 yerə bölünür və siz orada oxuyaraq cümlələri özünüz qurursunuz. Yalnız 1-2 dənə cümlə var və onların çoxusu da latın dilində olduğuna görə biraz adama çətin gəlir. Yəni orada məsləhət görərdim ki, fakt-beqrifləri yaxşı öyrənəsiniz. Dayanıb belə vaxt itirmədən, çox dayananda onlar artıq anlayırlar ki, siz fakt-beqriflər düşünərək deyirsiniz, flipping demirsiniz onu. Aşağıda qeyd eləmişəm sigmoidektomi, onlardan, yəni o da test-test düşənlərdən biridir. Nümunə olaraq, yəni necə verilir. Və tipsə gələk. Nə məsləhət görərdim? Famid Midye kitabında son səhifələrdə şablonlar var, redimit deyirlər, struktur. Onları siz öyrənsəz, yəni əzbərləsəz daha yaxşı olar sizin üçün. Çünki C1 səviyyəsində olur o cümlələr. Hazır gəliblərdir. Siz onları öyrənib və bütün, yəni Afklerinqlarda istifadə edə bilərsiniz. Burada begrüsing edirsiniz, özünüzü təqdim edirsiniz, mütləq təqdim etmədən direkt ablav hissəsinə keçəndə. Bu da sizin üçün bir minusdur. Yəni hər şeyi bu sıralama şəklində eləsəniz çox yaxşı olar. Bu sizin üçün bir müsbətdir. Yenə dediyim kimi şablonları öyrənirsiniz, onları istifadə edərək hər gün məşq edirsiniz. Belə. Bu qeyd edim ki, protokollarda siyahı var, Afklerinqlarda ən çox hansılar düşür və ən son düşənlər hansılardır. Ona görə məsləhətim olardı ki, Telegram qrupunu izləyəsiniz. Artsatz kommunikasyon, yəni artsatz Gespräch, Patientvorstellung. Siz həkim olaraq digər həkimə, prüferə, yəni xəstəni təqdim edirsiniz. Orada yenə asmobronkiali, məsəl üçün burada mən qoymuşam, belə bir şəkil gəlir, ekran yenə 2 yerə bölünüb. Siz o şəkilə baxaraq xəstəni təqdim edirsiniz. Burada Afklerinqdan fərqli olaraq siz fakt-beqrik istifadə eləməlisiniz. Eləsəz daha yaxşı olar. Çünki siz yenə dedim, həkimsiz və həkimə həkim dilində xəstəliyi təqdim edirsiniz. Burada da yenə kitabdan istifadə edərək Famid Midye və yaxud da digər Famid kitabını istifadə edərək şablonları yazırsınız, öyrənirsiniz və çoxlu məşq edirsiniz. İlk zamanlar bu sizə ən çətin tayl kimi gələ bilər, amma sonradan danışdıqca, bunu məşq etdikcə görəcəksiniz ki, yəni ən maraqlı hissələrdən elə biri də budur. Burada da yəni prüfer sizi kəsib sual da verə bilər. Məsələn, siz gəlib aşağıya çatmamışsınızsa, məsəl üçün deyirəm, medikasyon hissəsinə gəlib çatmamışsınız hələ və sizə qayıdır lap aşağıdakı prosedur hissəsini sual verir. Siz dayanıb qalırsınız ki, yuxarıdakını unutmayın. Amma yəni biraz diqqətli olmaq lazımdır. Onlar özləri bilə-bilə çaşdırır sizi. Prosedur hissəsini yəni deyirsiniz və qayıdırsınız geri, harada qalmışdınız, məsəl üçün medikasyon hissədə qalmışdınız, oradan yenə davam edirsiniz. Və aşağı çatanda həmin hissəyə deyirsiniz ki, yəni necə mən bundan öncə qeyd etmişdim, bu prosedural plan, behaviorist plan icra olunub. Tipsdə qeyd etdiyim kimi şablonları öyrənirsiniz, özünüzə uyğun bir şablon çıxardırsınız, onu məşq edirsiniz, öyrənirsiniz daha fluent olmaq üçün. Çünki dayanaraq siz onu desəz, onlar anlayır ki, bu C1 səviyyəsində deyil, yəni maksimum B1 səviyyəsindədir. Bəzən elə olur ki, digər taylara gəlib heç yoxlamırlar, yalnız elə birinci taylı yoxlayırlar, görürlər ki, orada yaxşı nəticə göstərməmişsiniz, digər taylı ümumiyyətlə yoxlamırlar. O birisinə də yazırlar nicht bewertet və yaxud da nicht bestanden. Keçək yazılı hissəyə, Artbrief. Bundan öncə yadımdan çıxdı qeyd eləmək. Afklering və anamnez hissəsi burada
deyim sizə. Anamnez və Aufklärung hissəsi ikisi bir arada bewertet olunur, yəni ikisi bir arada dəyərləndirilir. Digər iki Artsaz Gespräch iki dənə olur imtahanda. Onlar da yəni bir tayl şəklində qiymətləndirilir və brief də ayrı tayl şəklində qiymətləndirilir. Arts brief. Arts briefdə biraz Fachsprachprüfündə fərqli olaraq sizə 3-4 dəqiqəlik video qoyulur. Avtomatik özünüz nə vaxt istəyirsiniz dayandırırsınız, nə vaxt istəyirsiniz geriyə, arxaya edə bilirsiniz. Naushnikdəsiniz, yəni bütün imtahan boyu naushnikdə olursunuz. Mən sizə tövsiyə edərdim ki, gedən kimi, yəni oturan kimi hələ tayl başlamamış şablonu orada qeyd edəsiniz. Yəni ilk cümləni heç olmasa qeyd edin ki, ona vaxt getməsin. Yenə dediyim kimi Arts Briefdə də bir sıra var. O sıraya riayət eləsəniz, təbii ki, sizin üçün böyük bir plusdur o. Məsəl üçün, mən burada qeyd eləmişəm. Rəsmi saytında da FAMED-in qeyd olunub ki, bunları siz bu qaydada yazsanız daha yaxşı olar. Birinci ad, sonra yaş, kilo, çəki, boy, aktuel şikayətlər, xəstəliklər, medikamentlər. Yəni bu sıra ilə eləsəz çox yaxşı olar. Bəzən xəstə videoda xəstə bir də görürsüz, deyir ki, hə, mənim bu şikayətlərim var. Sonra deyir ki, mənim mamamda da bu şikayətlər var idi. Bilirsinizmi, doktor? Yəni o sıranı pozur, sizi bilə-bilə ki, sizi çaşdırsınlar. Amma siz məsəl üçün onu yazıb lap aşağı qoya bilərsiniz ki, yəni belə bir məlumat da vermişdi, amma sıranı düzəltmək lazımdır. Arts Briefdə yəni o da ümumiyyətlə ümumi 10 dəqiqə idi. 22 dəqiqədir, amma 22 dəqiqə elə tez keçir ki, siz yəni anlamırsınız ki, bu nə tez bitdi. Mənim imtahan boyu ən çox stres elədiyim bəlkə də hissə bu idi. Çünki vaxtım qalmadı onu təzədən yoxlamaq üçün. Qeyd elə, yəni orada vaxt bitincə zaten özü avtomatik göndərilir. Siz orada qeyd apara bilmirsiniz, nə yazdınız, elə o da göndərilir avtomatik olaraq. Heç bir knopkaya basmırsınız ki, bu qeydə alınsın. Всё, mən bitdi. Avtomatik özü göndərilir. Briefin bir nümunəsini qoymuşam burada. Yəni yuxarıda bir şablondur. Şablonu siz yaxşı olardı ki, əzbərləyəsiniz. Yəni tez onu kompüterdə yazmaq da var, kompüterdə məşq eləməlisiniz. Çünki orada həqiqətən vaxt o qədər tez uçur ki, siz anlamırsınız. Bilmirsiniz, naushnikdə o dediyi videoya başa düşəsiniz, yoxsa kompüterdə onu qeyd eləməlisiniz. Çünki tövsiyəm olardı ki, təbii ki, Alman klaviaturasına istifadə edəsiniz. Çünki İngilis klaviaturayla biraz fərqlidir. Orada siz nöqtəni tapana kimi, məsəl üçün elə qeydlər var idi, mikroqramı siz mikroqram kimi yazmalısınız. Yəni mikroqram orada klaviaturada var, onu axtarıb tapmalısınız. Çünki İngilis klaviaturasında elə bir şey yoxdur. Milliqramı mq ilə yazırsınız, amma mikroqramda başqa bir şey əlavə eləməlisiniz. Klaviaturada zaten araşdırsanız, görsəz var. Yəni belə. Aşağıda bir nümunə qoymuşam, necə bir brief nümunəsi, necə yazılır. Bu da mən PDF-dən öyrənmişdim. Özümə hazır qəliblər yazıb, o qəliblər üstündə işləyirdim və son 2 həftə, 3 həftə artıq kompüterdə yazmağa başladım. Vərəqi atdım qırağa. Çünki onu öyrənmək həqiqətən o da vaxt alır. O vergülü tapana kimi o hərfləri, məsəl üçün C ilə C bir də digər hərflər yerlərini dəyişir İngilis klaviaturasında. Ona görə biraz çətindir. Və mən necə məşq edirdim? YouTube-da təbii ki 3-4 dənə FAMED-in öz rəsmi səhifəsində 3-4 dənə video var. Lakin siz bunu 3-4 dənə videosu kifayət deyil təbii ki məşq eləməyə. Mən nə edirdim? YouTube-da bu videonu məsələn transkriptini çıxardırdım, atırdım ChatGPT-yə, deyirdim ki, məsəl üçün bugün mən Parkinsonu yazıram. Bu Parkinsonun hazır briefini yazıb atırdım ki, mənə belə bir dialoq et. O dialoqun tekstini də kopya edirdim və bu iki, məsəl üçün telefonda, smartfonda belə bir proqram var, onunla da istifadə edib rahat, yəni məşq edə bilərsiniz və yaxud da Google vasitəsilə Louvre Voice proqramı var. Onu teksti bura qoyursunuz və Alman, Rus və yaxud Alman Türk dilində o sizə yəni avtomatik olaraq oxuyur və oxuduqca siz qeydlər aparırsınız qısa-qısa. Təbii ki, cümlənin hamısını yazmırsınız. Cümlələrin hamısı qəliblər kompüterdə olmalıdır ki, siz onu tez reaksiya verib tez doldurasınız. Çünki vaxt çox qısıtlıdır dediyim kimi. Yəni bu iki proqramla mən məşq elədim.
Baxmayaraq ki, mən 4-5 ay hazırlaşırdım. Yenə də mən dedim ki, həqiqətən ən çətin hissə mənim üçün brief oldu. Çünki vaxt qısıtlı idi, üstündən oxu yoxlaya bilmədim. Məsəl üçün elə cümlə var idi, mən bilirdim onu necə yazmaq lazımdır. Konjunktiv ainsdə yazanda mən onu düşünməli oldum və o bir cümləni tamamilə yazmadım ki, səhv cümlə olsa o 3-4 səhv kimi götürüləcək. O cümləni yazmasam daha yaxşıdır. Yəni belə bir tipslər də var. Ə, Belə. Keçək digər slayda. Tips für Vorbereitung. İlk öncə, yəni 6-cı kursu bitirmənizə az qalıbsa, bir-iki kitab var. Onlardan siz başlaya bilərsiniz paralel olaraq. Və yaxud da hələ ki sertifikat imtahana hazırlaşırsınızsa, B2, yəni vaxtınız qısıtlıdırsa, direkt FAMED imtahana hazırlaşa bilərsiniz. Mən öz Erfaqımdan danışım, öz yolumdan direkt universiteti bitirəndən sonra sertifikatım zaten var idi. 6-cı kursda əldə etmişdim aprel ayında. Mən müəllimə ilə hazırlaşdım. Çünki dediyim kimi yolun başında FAMED haqqında heç bir məlumatım yox idi. Necə hazırlaşmaq lazımdır? Ümumiyyətlə hansı imtahan növünə müraciət etməliyəm? FAMED-mi yoxsa Fachsprachprüfung-mu? İndi birazdan onun haqqında da məlumat verəcəm. Hansı daha uyğundur? Sizə özünüz seçərsiniz. Yəni qısıtlı vaxtınız varsa direkt FAMED-də də hazırlaşa bilərsiniz. Əgər yox, 6-cı kursu bitirmənizə hələ varsa, sertifikatınız da əlinizdədirsə, siz medisina aid yəni kitablar var. Şəkli burada unutdum onu yerləşdirməyi. Kimə lazım olsa mən onu PDF şəklində sizə ata bilərəm. Onunla da başlaya bilərsiniz yavaş-yavaş oxumağa. Qısıtlı olduğunuzda, məndə məsəl üçün qısıtlı deyildi, amma mən tez inteqrasiya olub, tez imtahan verib gəlmək istəyirdim. O yüzdən direkt FAMED imtahanına hazırlaşdım. O kitabları, yəni bəlkə də 3-4 kapitel oxumuşdum, çox oxumadım. Müəllimə hazırlaşdım. Kurs 2 ay idi. Yəni mənə yol göstərdi, hansı kitablardan, hansı mənbələrdən necə istifadə etmək lazımdır. 2 ay ərzində məşq edirdik, cümlələr, gəliblər və 3-4 ay, deməli mən 4-5 ay hazırlaşdım vizam gələnə kimi. 3 ayda mən özüm oturdum, hazırlaşdım. Fabrikləri, yəni azdan çoxdan oxuyaraq onsuz məlumatım var idi. Sizə tövsiyəm olardı ki, hazır ifadələr və cümlələrin şablonlar qurub öyrənəsiniz. O daha rahat olar sizə. Çünki C1 səviyyəsində də imtahanı yenə deyirəm. Mən hospitasiya ümumiyyətlə keçməmişdim. Almaniyaya heç gəlməmişdim. Ətrafda deyirlər ki, hospitasiya keçmədən imtahana girmək məsləhət görülmür. Amma bu belə deyil, çox individualdır. Hospitasiya keçəndə təbii ki, hörfeşteniz, yəni qulaq asmanız, danışmağınız daha fluent ola bilər. Amma hospitasiyanı gözləyib Bakıda vaxt itirməkdənsə gəlib, yəni bu imtahana girə bilərsiniz. O da direkt girməyiniz tövsiyə olunmur, təbii ki. Yəni sadəcə gedin baxın imtahan necə birdir. Strukturunla tanış olun, biraz məlumatlı olun. Yəni imtahanın gedişatı necədir, hansı faylları, konspektləri istifadə etsəm rahat olar. Və ən əsası, mən hospitasiyanın yerinə, hospitasiyaya vaxt itirməmək üçün, çünki tapa bilmirdim, simulyasiya partnyoru tapdım özümə və biz demək olar ki, hər gün 1 ay, 2 ay davamlı sürətlə məşq edirdik. Məşq edənə yaxın son həftələrə gördüm, artıq mənim alman dilim fluent olub və o şablonları o qədər istifadə eləmişəm ki, artıq mən düşünmədən cümlə qururdum və bu mənim üçün həqiqətən çox rahat idi. Deyirdim ki, imtahana hazıram mən və imtahana hazır olana yaxın mən imtahanın tarixini aldım. Bu çox rahatdır həqiqətən. Özünüzü hazır hiss eləyəndə gedirsiniz, buxun edirsiniz imtahanı. Saatı sizə e-mail şəklindən göndərirlər. Son bir həftə qalmış. Yəni həqiqətən bu böyük bir fortaldır. Digər bir tips olaraq mən sizə deyərdim ki, yenə də Artbrief şablonlarını çıxardın, kompüterdə məşq edin, vərəqdə yazmayın və o şablonları hazır gözü yumulu şəkildə onu yazmağı bacarın. Çünki vaxt çox qısıtlıdır. Baxmayın ki, orada 23 dəqiqədir. Yəni onun bir neçə dəqiqəsi siz qulaq asaraq düşünürsünüz ki, orada konjunktiv ains hansı növünü istifadə etməliyəm, necə olmalıdır. Direkt yəni o şablonlar sizdə avtomatik şəkildə olmalıdır. Və təbii ki, digər imtahanlarda olduğu kimi siz daimi mütəmadi şəkildə təkrar etməlisiniz, məşq etməlisiniz. Bu tək edəndə çox sıxıcı olur, onu anlayıram. Ona görə də sizə tövsiyəm olardı ki, simulyasyon bir partnyor tapasınız, simulyasiya etmək üçün. Bu
Xarici vətəndaş olsa daha yaxşı olur. Çünki sizin də eyni diliniz alman dili olacaq. Məyuslanmayın, Azərbaycanlı kolleqa da olar. Mən yəni Azərbaycanlı kolleqanla hazırlaşırdım. Yəni gördüyünüz kimi imtahandan da keçdim. Hospitasiya keçməmişdim. Yəni 22-si mən Almaniyaya gəldim, 24-ü imtahana girdim. Düzdür, imtahandan çıxandan sonra bir qəribə hiss edirdim. Deyirdim ki, yəni məncə keçməmişəm imtahanı, amma özümə güvənmirdim. Çünki ilk dəfə də Almaniyadaydım. Yəni ilk dəfə də bir Alman prüfer mənə sual verirdi. Almanlarla ilk dəfə ünsiyyətim mənim imtahanımda oldu. Ona görə yəni təbii ki, hospitasiya keçsə daha yaxşı olar, amma hospitasiya zamanı siz evə gələndə yorğun olursunuz. Yəni imtahana hazırlaşa bilmirsiniz. O cəhddən də biraz minusu var. Yəni seçim sizindir. Hospitasiyanız varsa nə gözəl. Hospitasiyanı keçin, paralel hazırlaşın, amma yorğun olursunuz. Hospitasiya yoxdursa, yəni evdə oturaraq, məşq edərək, yəni Bakıda, Azərbaycanda oturaraq simulyasiya edin. Hər gün simulyasiya eləməlisiniz. Gündə yəni 2 dənə heç olmasa avklering, 2 dənə arsat geçbirək eləməlisiniz. Brifi də hər gün bir dənə yazsınız, yəni kifayətdir. Sadəcə imtahana yaxın kompüterdə onu məşq eləməlisiniz, tez-tez yazmağı. Yəni belə. Keçək indi digər slayda. Hamını maraqlandıran suallardan biri FAMED yoxsa FSB? Gəlin bunların üstünlüklərindən və çatışmamazlıqlarından danışaq. FAMED imtahanı rəqəmsal, yəni digital imtahandır. Siz kompüter vasitəsilə verirsiniz. Lazım olan sənədlərdən yalnız maisdə verirsinizsə B2 sertifikatı ya da C1 sertifikatı olur. İmtahan tarixini özünüz seçirsiniz və ən böyük bunun fortaylı deyərdim ki, bir hissədə siz səhv edirsinizsə, yəni cüzi bir nəyisə eşitməmişsinizsə, yadınızda çıxıbsa, həyəcanlanıb soruşmamısınızsa, digər hissələrə heç bir təsiri göstərmir. Çünki digər hissələrin, yəni hər bir tayl özünə daha başqa fayllar olur. Yəni məsəl üçün Kolon karsinom anamnez hissəsində arsat geçbirlikdə sizə asma düşəcək. Məsələn, asma olur və yaxud da qastrit olur. Yəni bir-birlərinə bağlı olmur taylar. Bu çox böyük bir müsbətdir. Yəni birində biraz zəif bir nəticə göstərsəniz, digərlərində 60%-dən yuxarı olsa, təbii ki, keçirsiniz imtahandan. Çatışmamazlıqları nədir? Yalnız müəyyən federal əyətlərdə tanınır, yəni keçir və qısıtlı olur seçiminiz, belə deyim. Və sertifikat yalnız e-mail vasitəsilə onlayn şəkildə göndərilir. Fachsprachprüfungün üstünlüklərini zaten çoxunuz bilirsiniz. İmtahandan sonra sertifikat, yəni digər landlara çəkə bilərsiniz. Düzdür, bu da vaxt aparır. Bu deməzdim ki, çox da böyük bir plusdur. Siz o landdan digər landa o sənədləri çəkəndə uzun bir vaxt tələb edir. Hal-hazırdakı, yəni duruma görə lap da çox vaxt tələb edir. Tuzağınız varsa bəlkə daha tez olar bu proses. Amma yenə də bir sənədi bir landdan digər landa çəkmək tövsiyə olunmur. Yəni məcburi deyilsə, ya sənədlər itir, ya nə bilim, yəni çox eşitmişik bunu. Və bir fortaylı da odur ki, daha əvvəldən tanınan və klassik bir imtahandır. Fallar bilinir, struktur bilinir. Yəni naxtaylardan danışsaq, imtahan tarixini siz özünüz seçmirsiniz. Bəzən bir il çəkir, 2 il də gözləyənlər var. Yəni bu naxtaylıdır. Siz gözləyirsiniz ki, nə vaxt gələcəksə, termin təyin olunacaq. İstər-istəməz adam biraz yorulur, sıxılır. Nəticə imtahan verən mütəxəssisdən asılıdır. Yəni həmin gün siz özünüzü necə təqdim eləmişsiniz prüferə, özünüzü təqdim edən zaman orada maraqlı bir şey mi danışmısınız özünüz haqqında təqdim eləyəndə, yəni prüferin cəlb eləmişsinizmi əvvəldən? Ondan da çox şey asılıdır. Yəni prüferin öyle deyim, nasiriyəsi də olmaya bilər. Bunlar təbii ki, təsir edir. Yenə də 60% sizin öz alman dili danışığınızdır. Alman dilində yəni xəstənin anamnez toplamaqdır. Yəni taylar bir-birinə bağlıdır. Bu imtahan üçün çox sənəd toplamaq lazımdır. Yəni FAMED-də yalnız B2 sertifikatı tələb olunurdursa, o da ki, imanistə verirsinizsə. Burada bütün yəni sənədləri siz toparlayıb göndərirsiniz və termin gəlir. Bu təbii ki, plus da ola bilər. Çünki siz onu sənədləri toparlayandan sonra, yəni FSB-ni keçəndən sonra aprobasiyona da direkt, yəni antraq edirsiniz. Sadəcə müraciət edirsiniz. Yəni sənədlər artıq yığılıb göndərilib Regierungdadır. Sadəcə aprobasiyon üçün müraciət edirsiniz. Yəni bu da bir plus ola bilər. Baxır necə baxırsınız bu məsələyə.
Və ən böyük nağd deyə bilərəm ki, taylar bir-birinə bağlıdır. Məsəl üçün, siz anamnez hissəsində sualları verirsiniz və bir şey yadınızda çıxdı soruşmaq. Məsəl üçün, siqaret haqqında məlumat unutdunuz verməyə və bu xəstədə COPD-dir. Yəni, e, bu çox təsir eləyir əslində. Yəni, COPD-nin əsas səbəblərindən biri də siqaretin çox çəkməyidir. Onun nə qədər çəkdiyi, neçə ili çəkdiyi, bu sualları verməlisiniz. Məsəl üçün, siz həmin hərfi həyəcanı unutdunuz və bu taylar bir-birinə bağlıdır. Ondan sonra briefdə onu siz qeyd etməlisiniz, pasient Vorstellungda, orada da Aufklärung hissəsi, yəni hamısı bir-birinə bağlıdır, belə deyim. Amma Aufklärung bizdən FAMED-ə baxaraq, Aufklärung FAMED-də daha çətindir, mən deyərdim. Çünki siz ətraflı danışırsınız və heç bir fakt-briefdən istifadə eləməməlisiniz. Aufklärung, yəni FSB-də düşünürəm daha az və qısa, aydın yazılıb. Bizdəki, FAMED-dəki kimi daha uzun deyil deyə düşünürəm. Açığı desəm, mən Fachsprachprüfungə heç bir zaman hazırlaşmamışdım. Direkt FAMED-ə hazırlaşdım və niyə FAMED-i seçdim? Bu haqda da danışaq. Almaniyada rezidentura yolu və ilkin addımlar. FAMED-i mən niyə seçdim? Çünki mən əvvəldən Bundesland olaraq Baden-Württembergi seçmişdim və saytına girib daxil olanda gördüm ki, Baden-Württemberg əyalətində də tanınır bu FAMED və düşündüm ki, mən Zuzageyə vaxt itirib niyə gözləyim ki, Fachsprachprüfungu verim? Yəni ondansa FAMED imtahanı, yəni özüm seçə bilirəm tarixi, nə vaxt hazır olanda, yəni girə bilərəm imtahana. Əgər FAMED mənə daha elə vaxtı qısaldırsa, daha qısa yoldursa, niyə də onu seçməyim? Yəni Baden-Württemberg əyalətində əvvəldən vermək istirdim. Yəni çox adamlardan eşitdiyimə görə Tuzagi tapmaq hal-hazırda çox çətinləşib. Yəni Tuzagi sizdə sən Fachsprachprüfung verə bilmirsən, imtahana girə bilmirsən. O Tuzagini də axtarıb tapmaq indiki dövrdə çox çətindir. Çünki bəzən elə olur ki, aprobasionla belə həkimlər iş çox çətin tapılır. Yəni əvvəldən mənim Baden-Württemberg istədiyimə görə yolumu qısaltdım, FAMED-i verdim. Deməli, FAMED imtahanı bir neçə landlarda keçərlidir. Rheinlandda keçərlidir, Bayerində, Hessendə, Baden, Thüringen, Saarland və Avstriyada da artıq keçərlidir. Amma bəzi sayta girib ətraflı oxuya bilərsiniz və yaxud da Gmail şəklində onlara yaza bilərsiniz ki, hansı durumlarda keçərlidir. Yəni onlar haqqında çox da məlumatım yoxdur. Yəni mənə yalnız Baden-Württemberg maraqlı idi deyə onu ətraflı araşdırdım. Yəni Baden-Württembergdə yolum necədir? FAMED imtahanı verəndən sonra siz təbii ki, iş də axtara bilərsiniz. Assistent art kimi ya da ki, direkt aprobasyona antrak ştelini eləyirsiniz, aprobasyona sənəd yığıb göndərirsiniz. Çünki hal-hazırda mənim Tuzagim olmadığına görə mən oturub Tuzagini gözləmək istəmədim və Anmeldungla aprobasiyaya sənədlərimi göndərdim. Bu sənədləri hansı saytdan və siyahını indi birazdan digər slaytda göstərəcəm. Yəni belə, anerkennungları burada qeyd elədim, hansı landlarda keçərlidir və ətraflı siz saytda girib oxuya bilərsiniz, hansı durumlarda keçərlidir. Bu arada eşitdiyimə görə Sachsen-Anhaltda da keçərlidir. Siz daha dəqiq Gmail-lə yazıb soruşa bilərsiniz. Burada qeyd olunmayıb, amma çox kolleqalardan eşitmişəm ki, Sachsen-Anhaltda da keçərlidir. İndi yəni FSB-ni orada da Tuzagi tələb olunur, Fachsprachprüfung vermək istəsəniz. Onu da gözləmək həqiqətən adamı çox yorur. Siz listə alınacaqsınız, Tuzagi tapandan sonra o daha tezləşəcək proses. Yəni bu uzun çəkir. Açığı mən də çox da gözləmək istəmirdim. Düzdür, tələsən yerim də yox idi, amma niyə gözləyim? Əgər digər qısa yol varsa, zaten FAMED-lə Fachsprachprüfung demək olar ki, yox, yəni eyni imtahandır. Sadəcə strukturaları biraz fərqlidir. Amma yəni Almaniyada keçərlidirsə niyə də yox, niyə də onu seçməyim? Yəni mən qeyd edeyim ki, Tuzagim olmadığına görə Anmeldungdan, yəni Baden-Württemberg əyalətinə Anmeldung olursunuz və sənədləri yığıb göndərirsiniz. Regierungspräsidium Stuttgart səhifəsinə girib, daxil olub, orada sənəd siyahısına baxa bilərsiniz. Yəni burada da mən qeyd elədim, hansı sənədlər lazımdır, tələb olunur. FAMED-də yəni qeyd elədiyim kimi heç bir sənəd lazım olmadığına görə mən bu sənədləri sıfırdan toparlayıb, yəni aprobasiya üçün göndərdim. Belə. Qısa bir tuzamifasını eləyim. Məsləhətim olardı ki, yəni gəlməmişdən öncə bu biraz belə standart səslənsə də dil səviyyənizi çalışdığınız qədər gücləndirin. Başa düşürəm, Azərbaycanda qalaraq yəni nə qədər inkişaf oluna bilər. Yəni mən də elə gəlmişəm. Yəni 2 ay bundan öncə vermişəm imtahanı.
Və dili səviyyənizi gücləndirin. Əgər həqiqətən artıq Almaniya seçiminiz varsa, Bundeslandı seçin. Özünüz götür-qoy eləyin ki, hansı Bundesland mənim üçün uyğundur və nəyə görə? Termin tezmi gəlir, gecmi gəlir? Aprobasiyon imtahanı orada asadmı keçilir, yoxsa digər landlara baxanda daha rahat keçir? Statistikaya baxın, kolleqalarınızdan soruşun, artıq o yolu keçmiş kolleqalarınızla toparlayın. Çünki Bundeslandı ilkdən, yəni əvvəldən seçsəz yaxşıdır. Daha sonra bir yerə sənəd göndərib digər landa çəkəndə həqiqətən bu çox vaxt aparır. Deyərdim ki, mən bunu məsləhət görməzdim. Yenə də özünüz bilərsiniz necə məsləhət sizin üçün onu edin. Biz landdan digər landa çəkmək vaxt aparır və iş varsa, yəni həqiqətən bir səbəb varsa, işiniz ora iş tapmısınızsa, hə, çəkə bilərsiniz o landa. Daha sonra seçim edirsiniz. FAMED mi, Fachsprachprüfung mu? FAMEDdə sənədlərə ehtiyac yoxdur. Fachsprachprüfungda sənədlərinizi toparlayırsınız, göndərirsiniz və plan qurursunuz. Necə bir plan? Məsəl üçün, siz deyirsiniz ki, mənim dil səviyyəm yetərli deyil imtahan üçün. Amma Almaniyanı da görməmişəm, gəlib yoxlamaq istəyirəm özümü. Təbii ki, hospitasiyanı axtarıb, şirkətlərə müraciət edib, ya özünüz də tapa bilərsiniz, şirkətlər vasitəsilə də tapa bilərsiniz. Gəlirsiniz, Almaniya sistemi ilə tanış olursunuz və qərar verirsiniz ki, qalmaq istəyirəm, burada imtahan vermək istəyirəm ya yox. Və yaxud da siz artıq qərar vermişsinizsə, Almaniyada mən təhsilimi Weiterbildungumu davam etdirmək istəyirəm. Plan qurursunuz, FAMED mi, Fachsprachprüfung mu? Sənədlərinizi ona görə yığırsınız, toparlayırsınız. Landı seçəndən sonra landlarda fərqli sənəd siyahısı var. Onları yəni elə seçirsiniz. Və özünüzə bir plan qurursunuz ki, mən özüm hazırlaşa bilərəmmi, yoxsa məsəl üçün mənə dəstək lazımdır, ya digər kolleqalardan, ya müəllimlə də məşğul ola bilərsiniz. Yəni mən özüm müəllimlərlə məşğul oldum və çox razıyam. Çünki özüm sıfırdan başlasaydım, düşünürəm ki, məlumat toparlayana kimi, kolleqalardan soruşana kimi yenə də vaxt gedirdi. Mən müəlliməyə müraciət etdim, çünki heç bir məlumatım yox idi. Mənə strukturanı izah elədi, imtahanın gedişatını, yəni yolun başında təbii ki, heç kimin məlumatı olmur. Siz araşdırırsınız, necədir, hansı mənə uyğundur və seçirsiniz. Plan qurursunuz ki, mən məsəl üçün FAMED-ə hazırlaşmaq istəyirəm və mənə dəstək lazımdır. Yox, əgər deyirsiniz ki, mənim kifayətdir, dəstəyə ehtiyacım yoxdur. Tamam, siz yəni Telegram qrupunda kifayət qədər orada məlumat var. Necə hazırlaşmaq lazımdır, hansı PDF-lərdən istifadə etmək lazımdır. Mən sadəcə öz təcrübələrimi bölüşdüm. Yəni hansı PDF-ləri istifadə elədim. Çünki həddindən artıq çox PDF var və onları siz baxaraq, araşdıraraq yenə də yorulub vaxt itirə bilərsiniz ki, ay hansından başlayım, hansını bitirim. Yəni webinarın sonunda mən sizə, əgər kimsə istəyirsə, Google Drive-da, yəni bu PDF-ləri yığıb sizə də ata bilərəm. Telegram qrupundan da tapa bilərsiniz, hansı mənbələrdən istifadə eləmək istəyirsinizsə. Yəni belə. Mən indiyə kimi hospitaliyaya Almaniyada ilk dəfə idim. İlk dəfəyə gələn kimi də imtahana girdim. Ona görə açığı mənim yenə deyirəm, yolu biraz fərqli idi digərlərindən. Çünki çox adam gəlir hospitaliya edir, daha sonra imtahana girir. Mən tərsinə etdim, imtahana girdim. İmtahanın nəticəsi 2 həftədən sonra meylə gəldi və mən hospitaliya edirdim. Hospitalisiyam təzə başlamışdı Badendə. Yəni belə. Kimin nə sualı varsa verə bilər. Teşekkür edirik ətrafa çıxışınıza görə təbriklər eyni zamanda da. Kimin sualı varsa səs açıb da verə bilərlər. İstəyən varsa chatə yaza bilər. Buradan da səsləndirə bilərik. Hər vaxtınız xeyir doktor. Mən buyurun. Sağ olun. Hər vaxtınız xeyir. Mən əsas sualım FAMED-dən sonra deyək ki, məsələn, mən bu il məzun oluram. Məsələn, deyək ki, noyabrda imtahan verdim. Ondan sonra B-yi necə alınır və nə qədər çəkir təqribi? Bir də ki, FAMED-i deyirlər ki, Türkiyədə də vermək olur. Bu barədə nəsə, yəni Bəli, nəsə məlumatınız var? FAMED-i artıq Bodrumda da vermək olur və səhv etmirəmsə, orada verdiyiniz imtahan Rheinlandda keçmir. Yalnız Rheinlandda keçir. FAMED imtahanı Bayerində keçmir. Onun məlumatım var və imtahan rüsumu daha çoxdur bildiyim qədərilə Bodrumda. Yenə orada da onlayn şəkildə aparılır. Yəni Almaniyada necə, orada da kompüter şəklində imtahan verirsiniz. Sadəcə Bayerində keçərlidir. Bir dənə Rheinlandda keçərlidir o imtahan. BY-nin də alınması belə deyim də,
Baxır hansı landı seçirsiniz. Yəni digər Faşba Proofingdə necə? Burada da yəni B-ni elə alırsınız. Digər landlarda məlumatım olmadığına görə, yəni mən əvvəldən Badeni araşdırdım. Baden mənə daha rahat gəldi. Yəni nə mənada rahat gəldi? İmtahanın statistikanı bax, aprobasiyon imtahanının statistikasına baxdım ki, hansı landda daha rahat keçir. Yəni araşdırdım, Mainsdə dərsində verə bilərdim. Lakin Mainsdə imtahanın, aprobasiyon imtahanın biraz dəyişib. Yəni əvvəldən sizə bildirmək olurdu ki, preferlər kimdir, üçüncü fən hansı olacaq. İndi bildirilmir məsəl üçün. Amma Baden-Württembergdə yəni 2 həftə, 3 həftə qalmış imtahana sizə məlumat verilir ki, üçüncü fən hansıdır? Məsəl üçün daha çox şmer terapiya olur bildiyimə görə. O haqqda tam məlumatım yoxdur, amma yəni 2 həftə, 3 həftə qabaq sizə məlumat verilir ən azından. Amma Rhinelandda verilmir o artıq. Yəni yenə deyim, FAMED o qədər də deyim çətin imtahan deyil, amma asan da deyil. Faşba Proofing vermədiyimə görə mən onları müqayisə edə bilmərəm ki, hansı daha asan, daha rahat. Amma mənə görə FAMED o qədər də çətin deyildi. Yəni 4 ay hazırlaşmağıma baxmayaraq ilk cəhddən keçdim. Yəni mən bacarıramsa siz də bacararsınız. Yəni belə deyim, mən direkt aprobasyona müraciət eləmək istəyirəm. Yəni daha doğrusu etmişəm. İş axtarmağa qalanda isə siz məsəl üçün B-yeni Badendə ala bilmirsiniz təəssüf ki, çünki Tuzageniz yoxdur. Tuzagenidə siz yəni Bewerbung gedirsiniz xəstəxanalara, deyirsiniz ki, mənim əlimdə FAMED imtahanının o kundesi var və mən B-yi almaq üçün sizdən Tuzage tələb olunur. Sizdən Tuzage istəyirəm, yəni iş istəyirəm. Tuzage iş icazəsi deməkdir. Yəni belə. Direkt siz B-ni ala bilmirsiniz. Təəssüf ki, Baden-Württembergdə Tuzage olmalıdır. Yəni digər əyalətdə də, yəni Bayerndə də, Rhinelandda da, yəni necə əvvəl Faşba-Proofingdə necə alırdınızsa, burada da elə alırsınız. Sadəcə mən yolu daha qısa elədim. Vaxtı Faşba-Proofingi Badendə vermədim, çünki Tuzagem yox idi. Vaxtı onu sərf eləmədim. O vaxtı mən aprobasyona hazırlaşmaq üçün istifadə eləyəcəm, yəni elə. Bir də belə bir məsləhət verim. B-yeni ya da Tuzageni gözləyərək vaxt itirməyin. Digər belə deyim, tamam paralel olaraq siz aprobasyona zaten hazırlaşacaqsınız. Çünki Badendə termin tez gəlir digər əyalətlərə baxanda və assistent kimi siz B-1 belə eləyə bilərsiniz. Amma yenə də deyirəm, aprobasyonlu belə həkimlər çox çətin tapdığına görə iş, ona siz vaxt itirməyin. Əgər diliniz zəifdirsə, yəni düşünürsünüz ki, FAMED-dən sonra yox, mənim hələ də dilim zəifdir, hospitasiya eləyə bilərsiniz yenə. Bəlkə xəstəxanada sizi bəyəndilər, işlə görə saxladılar və yaxud da bilmirəm eşitmişsə yox, MFA kimi işləyə bilərsiniz. MFA-da medisin fach angestellte gedir, necə adı? Yəni angestellte gedir, medisin fach gedir. Siz orada belə deyim, həkimin assistenti, arts helferin kimi işləyirsiniz. Yəni həm maaş alırsınız, həm dilini inkişaf edir. Talisayt işləyə bilərsiniz. Bu çox gözəl bir fürsətdir həqiqətən paralel olaraq. Düzdür, çox yerdə bunu həkim olaraq müraciət edəndə qəbul eləmirlər. Çünki sizdən Ausbildung abşursu istəyirlər və yaxud da deyirlər ki, sizin kvalifikasiyanız çox yüksəkdir. Yəni bu yerə uyğun deyil. Amma yenə də mən həm assistent kimi, həm MFA kimi müraciət edirəm. Paralel də aprobasyona hazırlaşıram. Çünki vaxt itirmək istəmirəm. Yəni hospitasiyada müraciət etməyim indi heç bir mənası yoxdur. Çünki hal-hazırda mən Almaniyadayım və istəyirəm ki, dilim daha da inkişaf olunsun və finansal olaraq mənə dəstək olsun. Yəni MFA kimi talisat işli paralel aprobasyona hazırlaşmaq, yəni mənim üçün normal bir ideyadır. Yəni daha yaxşı ideyadır. Nəinki Bakıya qayıdıb aprobasyona hazırlaşmaq və yaxud da B-verbin eləmək. B-verbin eləyib tamam siz tapa bilərsiniz, amma çox vaxt aparır, yenə də deyirəm. Ona dəyərmi, dəyməzmi, o sizin öz qərarınızdır. Oldu doktor, çox sağ olun. Mənim də bir sualım olacaq. Bu FAMED terminini ONI abşulus almaq olur. Yəni tutaq ki, tələbəsən, elə universiteti qurtarmamış, yəni almaq olur. O haqda tam məlumatım yoxdur, amma mən düşünürəm ki, abşus eləyibdən sonra müraciət eləsəz daha yaxşı olar sizin üçün. Yəni tamam tez verdiniz, siz sənədləri toparlamalısınız daha sonra. Nə fərqi var? 1 ay tez, 2 ay tez, yəni onu düşünürəm. Siz yenə də FAMED-i verdiniz, o ki, əlinizdə sertifikat var, yenə də sənəd toparlamalısınız. O haqda tam məlumatım yoxdur, e-maillə yazıb onlara soruşa bilərsiniz, çox tez də cavab verirlər yəni. Çox sağ olun. İndi chatdə yazılan suallardan verim. Biri yazıb ki, FAMED hazırlığı üçün 2 ay yetərlidirmi? Bir də siz qeyd etdiniz 4 ay.
hazırlaşmısınız? Bu çox individualdır. Yenə deyirəm. Məsəl üçün normal standart götürsək, mənim B2 sertifikatım var idi, götür sertifikatım. Aprel ayında, keçən ilin aprel ayında almışdım. Və mən bilirdim ki, bu real B2 deyil, nə mənada? Çünki sən daim olaraq onu praktik eləməlisən. O yetərli deyildi imtahan üçün. Yəni sizin dil imtahanınızdan, dil biliyinizdən asılıdır. Özünüzə güvənirsə deyirsiniz ki, yəni adi qəlblər, cümlələr qura bilirəmsə dayanmadan, okey, 2 ay, 3 ay yetərlidir. Amma məsəl üçün mənə 2 ay imtahanın öz strukturasını anlamaq üçün, yəni belə deyim, o prosesə qoşulmaq üçün bəs elədi. Amma daha sonra 2-3 ayda mən özüm hazırlaşdım, hər gün məşq edərək. Çünki diliniz nə qədər axıcı olsa, bir o qədər siz daha yaxşı təəssürat yaradırsınız yoxlayan preferlərdən, yəni belə deyim. Ona görə 2 ay deyərdim ki, sizin dil səviyyənizdən asılıdır. Əgər C1-niz varsa, yəni normal C1-dirsə, okey. Yəni 2 ay sizin üçün yetərlidir. Amma deyilsə, yəni B2 ilə, yəni real B2 də deyilsə, yəni tövsiyə edirdim ki, bir 4 ay, 5 ay hazırlaşasınız. Tamam. Sonraki sual, Body London'da APRO imtahan çətinliyi necədir və bir də iş tapmaq fürsətləri necə olur APRO olmadan? Yəni qeyd elədiyim kimi APRO olmadan indi hal-hazırda iş tapmaq həqiqətən çox çətindir. Yəni APRO-lu belə həkimlər işsiz qalıb, ya belə deyim də artıq burada da kolleqalar, yəni Azərbaycanlı kolleqalar xəstəxanada olanda bir-birlərinə referens olublar, bir-birlərinə tövsiyə edirlər ki, yəni kolleqam iş axtarır, şeflərinə, yəni B vurğunlarını gətirir göstərir. Çünki gün ərzində həqiqətən hədsiz çox gmaillər atılır, B vurğunlar atılır. Yəni fiziki olaraq bunu xəstəxanalar bunları araşdırıb, baxıb, analiz edənə kimi, yəni vaxt aparır. Yəni çox vaxtda müsbət dönüş ala bilmirsən. Düzdür, elə insanlar var, həqiqətən 40 dənə bir verbin yazır, biri cavab verir. Eləsi də var ki, gündə 500 dənə bir verbin eləyir, amma müsbət bir cavab ala bilmir. Belə deyim, Baden-Württembergdə aprobasiya imtahanı hələ girməmişəm, hələ ki hazırlıq dövründəyəm. Amma eşitdiyimə görə, yəni kolleqalardan mən məlumat aldığıma görə imtahanın çətini digər lanlara baxanda daha yaxşıdır, yəni daha maxbardır, belə deyim. 5, 6 və yaxud da 7 sentr var. Random olaraq sizi hansısa bir sentruma salırlar. Elə sentrum var ki, o, yəni sentrum dedikdə şəhər. Məsəl üçün Mannheimdə keçirilir imtahan, Ulmda keçirilir, Tübingendən, Mannheimdə, yəni bunlar bir neçə dənə sentr var. Sizə o sentr haqqında 2-3 həftə qalmış imtahana məlumat gəlir ki, yəni siz bu şəhərdə verəcəksiniz və preferləriniz bunlardır. Üçüncü faktda bilinir ki, hansı hamısı fakt olacaq, yəni. Şmer terapi olur daha çox, məsəl üçün. O, yenə deyirəm, Baden-Württemberg Regierung Prezidium səhifəsində qeyd olunub ki, üçüncü hansı olur. İş tapmaq da yenə digər landlarda çox da fərqli deyil. Cüzagəsiz iş tapmaq olmur. Yenə də aprobasiyaya hazırlaşmalısınız qısa bir müddətdə. Çünki termin tez gəlir orada, bildiyim qədərilə. Kolleqalardan eşitmişəm. Çox sağ olun. Bir də hansı müəllimlə hazırlaşmışdınız? Belə bir sual var. İstəyirsə bunu bizə göndərərsiniz. Biz qrupa göndərərik. Artın. Bir də sertifikatın TET və ya da QOTE olmasının hər hansı bir fərqi varmı? Yox. Yoxdur. Və sertifikatı deyirəm, Mainzdən bir dənə Mainzdə istəyirlər. Orada siz sertifikatı yükləməlisiniz və imtahana gedəndə özünüzlə aparmalısınız mütləq. Digər, yəni Nürnbergdə, Kasseldə ümumiyyətlə heç istənilmir, tələb olunmur. Bir də bunu soruşublar Alman dilinə qədər çəkdirəm. Bu da əslində yenə individualdır. Yəni bir ilə də alanlar var, 2 ilə də alanlar var sertifikat. Təbii ki. Mən 5-ci kursda başladım. 6-cı kursun aprel ayında aldım sertifikatımı. Yenə də individualdır, sizdən asılıdır. Amma nə qədər tövsiyəm olardı ki, təbii ki, universitet tərəfəsi o sertifikatı alasınız. Çünki imtahanı bitirəndə, yəni artıq 6-cı kursu bitirəndə Fachprüfung hazırlaşsa daha yaxşı olar. Yəni ona başınız çox da qarışmasın. 6-cı kursda sertifikatınızı əlinizə alasınız və yavaş-yavaş fachbegrifləri öyrənəsiniz. Yəni o daha yaxşı olar təbii ki. Orası düzdür. Həm bəzilər hospitasiya eləmək istəyirlər, onlar üçün də yaxşıdır ki. Təbii ki, yenə də deyirəm. Amma üzülməyin ki, hospitasiya bir neçə aydır gözləyirsiniz, tapılmır. Yəni o cəhətdən üzülməyin. Gördüyünüz kimi hospitasiya vermədən imtahana girdim. Yenə də bu yol hər kəs üçün çox individualdır. Məyus olmayın ki, tapılmır, eləmir. Səbirli olmaq lazımdır həqiqətən bu yolda. Doktor, bir dənə sorayım. Bəli.
Olar. Buyurun. E, Neçə fal olur, onu soruşmaq istəyirdim. Bir dəfə doktor, biraz yenə də bu individual məsələdir, amma məsələn, famedi keçib, məsələn, deyək ki, Suzagi tapıb BE-yə başvurmaqdansa sizcə daha sürətli olan yol MFA kimi işləməkdir. Bir də ki, onu necə etmək tövsiyə edirsiniz? Burada olanla meylə atmağa başlamaq, yoxsa orada yəni onu necə edirlər? Məlumat verə bilərsiniz? Məlumat. Famedi verəndən sonraki prosesi deyirsiniz. Aha, bəli. Yəni ki, sizcə famedi verib məsələn B-yi gözləməkdənsə dediniz ki, MFA daha məntiqidir. Onun bəs MFA-nı indidən mi göndərmək lazım olur, yoxsa orada mı? Yəni hara başvurur? Təbii ki, Almaniyada olsaz daha tez tapılar bu MFA işi. Çünki sizi məsəl üçün direkt yazıb Vorstellungsgesprächə çağıra bilərlər ki, gəlin tanış olaq. Almaniyadasa bu təbii ki, tez və daha belə inandırıcı olur ki, kollega burdadır və həm məsəl üçün 2 gündən sonra, 1 həftədən sonra gəlib bizlə real görüşə bilər, tanış ola bilərik və gərəkirsə də 1 günü, 2 günü hospitasiya keçirsiniz. Yəni tanış olsunuz xəstəxananın praksisinə. Bakıdan olub təbii ki, Beverbank-da eləyə bilərsiniz ki, tələb eləyin ki, mən hal-hazırda Bakıdayım, yaxın zamanda Almaniyaya gələcəm və Vorstellungsgesprächi onlayn şəkildə edə bilərikmi, mümkündürmü? Yəni tövsiyəm olardı ki, Fameddən sonra Tuzagi axtarasınız paralel, amma yəni orada müsbət almasanız MFA kimi Beverbank eləyəsiniz və tövsiyə eləyərdim ki, praksislərə daha çox edəsiniz. Çünki xəstəxanaların özləri, məsəl üçün Unikliniklər falan MFA-nın yalnız Ausbildung abschlussundan istəyirlər. Yəni Ausbildung diplomundan istəyirlər. Biraz absurddur təbii ki. Siz həkimsiniz, yəni Ausbildungə nə ehtiyac var? Ona görə praksislərə etsiniz və praksis etsiniz, həqiqətən daha yaxşı olar. Və yaxud da MFA kimi iş tapa bilmirsinizsə, Alman dili müəllimi kimi də çalışa bilərsiniz. Yəni alternativlər çoxdur, seçim sizindir. Amma nəyəsə vaxt itirib ay mən yəni mütləq işləməliyəm Almaniyada həkim kimi, onda vaxt itirərsiniz. Çünki mən də yəni Bewerbunglar eləyirəm və hal-hazırda Almaniyadayım və görürəm ki, aprobasyonla belə həkimlər iş tapa bilmirsə, yəni mən niyə vaxt itirim ona? Direkt aprobasyona hazırlaşım və paralel olaraq da Talsat MFA kimi işləyə bilərəm. Düşünürəm. Bəs doktor, bir kiçik şey soruşum. Bəs MFA-dan sonra məsələn həkim işləmək problem olmur yəqin ki. Bir də Yox, ki, xeyr təbii ki. Siz onunla CV-nizə də əlavə eləyə bilərsiniz ki, mən bir neçə ay xəstəxanada praksisdə MFA kimi də çalışmışam. Siz boş durmamısınız, yəni o daha yaxşı. Almanlar üçün daha plusdur ki, bu insan Almaniyaya gəlib işləyib, boş durmayıb yəni. bəli. Bir dəqiqə doktor, viza almaq, mən eşitdim ki, artıq Hamed vizası üçün bir təsdiq sənədi almaq lazımdır. Sizcə məsələn 3 aylıq hospit tapıb onunla viza almaq daha yaxşıdır, yoxsa eşitmişdim ki, məsələn şansın kart, yoxsa elə Hamedlə viza almaq daha yaxşıdır? Bu bir neçə ay bundan qabaq mənim də başıma belə bir iş gəlmişdi. Bilmədim burada düzgündürmü onu demək ya yox. Milli vizanı almaq artıq çətinləşib FAMED verənlər üçün. Çünki FAMED imtahanı digital imtahan olduğu üçün sizə heç bir sənəd tələb olunmur. Yalnız onlayn buxun edirsiniz. Milli vizada da təzə qayda çıxıb zwischen 5 ay bir sənəd istəyirlər. Bunu da sən FAMED-də Gmail-lə yazıb soruşmalısan ki, bu sənədi verə bilərsinizmi və bunu verməkdə 5-6 ay çəkir. Mən elə eşitdim, elə dedilər mənə. Və düşünür ki, milli vizana vaxt niyə itirirəm? Şansın kart eləyim. Və şansın kartın böyük bir plusu odur ki, siz işləyə bilirsiniz və burada uzadıb, yəni Talsat da olsa 20 saatdır da həftədə Talsat işləyə bilərsiniz. Məncə şansın kartı müraciət etsəz sizin üçün daha yaxşı olar. Məsələn, bəlkə gəlib hospitasiya zamanı yaxud sadəcə hospitasiya olmasa belə şansın kartı müraciət edirsiniz, amma tövsiyəm olardı ki, FAMED-i orada qeyd eləməyin. Çünki FAMED imtahanıdır deyə milli viza imtahanı vizası olduğuna görə onu siz qeyd eləməlisiniz ki, hə mən FAMED imtahanı verməyə gedirəm. Onu milliyə müraciət eləsəz, FAMED-i orada qeyd eləsəz, okey, sizdən zwischen 5 ay sənədi istəyəcəklər. Amma şansın kartına müraciət eləsəz, yəni FAMED-i göstərməsəz, yəni FAMED-i buxun eləməsəz belə, yəni almamısınız FAMED imtahanı, girmirsiniz, onu gedə bilərsiniz rahat şəkildə, dil sertifikatınız var, iş axtarmaya gedirsiniz. Ona görə şanslı kart daha məntiqli gəlir. Mən də özüm milli viza müraciət eləmək istəyirdim, sənədləri yığmışdım və təzə qərar çıxmışdı, bir həftə idi. Dedilər ki, 5 ay sənədi istəyirlər. Onu da familiyanı almaq çox uzun çəkirdi. Mənə özləri tövsiyə elədi ki, gəlin şanslı kart eləyə. Zaten sənədlər demək olar ki, eyni idi. Ona görə mən şanslı kart elədim. Ay yoxdur, bir şey də soruşum. Mən eşitməyə görə, məsələn, deyək 6 ay şansın kartına gedəndən sonra əgər uzatmaq istəyiriksə, məsələn, MFA kimi işləyəndə bir də yenidən şifre kontu tələb olunur. O məsələ necə olur yəni?
Bu Yoxsa artıq 12 ay, yoxsa birbaşa digər mövzudur. Yəni bu vizanı uzatmaqdır deyə. Yəni full sayt işləyirsinizsə, sizə problem olmayacaq. MFA kimi full sayt işləyirsinizsə, problem olmayacaq. Oturuma keçirsiniz, yəni vizadan oturuma keçirsiniz. Çox sağ olun. Burada chatda çox suallar oldu. Bir də Mən burada sanki sual, burada da rezidentura imtahanında iştirak etmişdinizmi? Ya bir dəfəlikmi Almaniyaya hazırlaşdınız? mən 4-cü kursda olanda rezidenturanın birinci etapını vermişdim. İlk cəhdən keçdim. İkinci etapa hazırlaşmadım. Dedim ki, əgər mən burada həqiqətən qərarımı vermişəmsə, niyə burada vaxt itirim? İki yol arasında qalım, iki su arasında qalım və niyə kiminsə yerini tutum rezidenturada? O cəhdən düşünəndə dedim ki, yəni mən əvvəldən Almaniyanı istəyirdimsə, burada özümə onun yerinə alman dilini gücləndirib gedərəm Almaniyaya. Yəni ikinci etapa heç girmədim də. Amma siz girib prob edə bilərsiniz. Çünki bəlkə sizə Almaniyanı heç bəyənmədiniz. Yəni Almaniyanın sistemini, yəni dilini öyrənə bilmədiniz. Tam xoşunuza gəlmədi bu ölkə. Yəni mən biraz risk etmiş oldum. Heç vaxt Almaniyaya gəlməmişəm. Direkt gəlib imtahana girdim, hospitaliziya elədim və ikinci etapa da vermədim. Siz belə eləməyin, siz götür qoy eləyin dəqiq. Bir də dil imtahanla bağlı ki, Bakıda yoxsa Almaniyada mı vermişsiniz? Dil imtahanı Bəli, TLS-də, Bakıda. Bakıda. Bir də tələbə vaxtı edilən hospitalizaların gələcəkdə iş tapma imkanına müsbət təsiri olurmu ya yox? Ola da bilər, olmaya da bilər. Sizi götürən adamdan asılıdır. Yəni o da normal almandır. Bilmirsiniz həmin hərfi onun nasiriyəsi necə olacaq. Yəni ona müsbət mi baxacaq? Hal-hazırda yəni düşünürəm ki, hə olsa daha yaxşı olar ki, siz Almaniyaya gəlib getmisiniz, Alman sistemi ilə tanışsınız, hə daha yaxşı olar. Amma olmasa da yəni itirəcək bir şeyiniz yoxdur. Yenə deyirəm, gəlib burada dil səviyyənizi yəni inkişaf edərsiniz. Bir də yenə hazırlaşmaqda vasitə var ki, elə Şamil bəylə mi hazırlaşmısınız? Çünki o Xeyr, da Şamil müəllimlə, Şamil doktordan hazırlaşmamışam. Amma onun kitabını yəni istifadə edə bilərsiniz. Faxbeqriflər yaddaşan, yəni yaxşı yazılıb hər sistemlə. Baxsaz, yəni görəcəksiniz ki, qastro ayrı yazılıb, angiologiya ayrı yazılıb, yaxşıdır. Amma fomet üçün yenə deyirəm, anamnez hissəsi falan digər hissələr çox yazılıb. Yəni vaxt itirməyin onu. Çünki fometdə struktur fərqlidir. O kitabsa Faşbar-Prüfinqə aiddir. bir də son sual ki, diplom təsdiqi çoxmu çəkir? Bununla bağlı bir sual var. Yəni mən Seçin Universitetini bitirmişəm. ATU-la bizdə biraz fərqlidir. ATU-da oxuyub qurtaranlardan soruşsa daha yaxşı olar. Seçinovda yəni çox çəkir deyəndə ki, mən 6-cı kursu bitirən kimi sənədləri Moskvaya göndərdim. Yəni Moskvadan apostil falan bunları elədim. Hardasa 3-4 ay çəkdi. Sonra digər sənədlər də var təbii ki. Nisudimist Azərbaycan dilində məhkumluq kağızı, onu da almaq bir neçə ay çəkir. Yəni çox deyim ki, 1 il, 2 il çəkmir. Xeyr, bir neçə ay çəkir. Nə vaxt müraciət eləsiniz? Yəni ona görə deyirəm ki, əvvəldən siz planınızı elə qurun ki, yəni sənədi də fikirləşin, hamısı pamet mi verəcəksiniz, Faşprofing mi verəcəksiniz, landı, hansı landı istəyirsiniz və ona uyğun sənədləri yığa bilərsiniz. Bir də bu şans kartına bağlı ki, şans kart neçə həftəyə alınır? Vallahi mən çox individualdır. Mənə 4-5 günə gəldi cavab, müsbət cavab. Getdim şəxsiyyət vəsiqəmi götürdüm. Xarici pasportumu götürdüm. Artıq peçat var idi yəni orada. Əgər hər şey düz yükləmisinizsə sənədlərlə sizə bir də anşper partnerinizdən çox şey asılıdır. Eləsi var dil sertifikatını tələb eləmir. Eləsi var ki, dil sertifikatının 2 il müddəti var idi. Sizdə 3-cü ilə keçib, nə bilim. Yəni baxır da, yəni onu kim yoxlayır sənədləri. Məndə məsəl üçün 4-5 gün çəkdi. Rəfiqəmdə 10 gün çəkdi. Belə. Sənədləri sayta yükləyirsinizsə, sizə zaten 3-4 günə xəbər gəlir ki, defisit varmı, hansı sənəddə problem var, hansı sənədi yükləməmisiniz və yaxud da vaxtı keçib. Yəni belə məlumatlar gəlirsə, yükləyəndən sonra yəni bir həftəyə, 10 günə cavab gəlməlidir ən azından ki, düz yükləmisiniz, yoxsa sənəddə defisit var. Salam doktor. Mən bir sual vermək istəyirdim. Buyurun. Çox sağ olun, dərin təşəkkürümü bildirirəm. Çox gözəl və çox detallı izah elədiniz. Sadəcə olaraq siz dediniz ki, yönləndirmişdi də müəllim sizi, yaxud da müəllimə. Adını deyə bilərsiniz, zəhmət olmazsa?
Siz mənə Instagram vasitəsilə ya da Aydan xanıma, yəni İKAMS qrupda yaza bilərsiniz. Mən sizə ötürəcəm yəni o məlumatları. Hə, biz doktordan həm slaydı da eyni zamanda və müəllimi də götürüb qrupa atacağıq. Yəni qrupda varsa Hə, görəcəksiniz. Tamam. çox sağ olun. Təşəkkürlər bir də. Buyurun. Bir sual da vermək olar. Bəli, buyurun. Siz Buyurun. bax dediniz ki, bu sənədlər məhkumluq sənədi və digər diplom təsdiqi sənədi. Bu sənədlər bizə hansı mərhələdə lazım olur? Onu anlamadım. Çünki FAMED-ə ancaq Aprobatsiyona bir sertifikatı lazım olur dediniz girməyə. Aprobasyon üçün sizə lazım olacaq. FAMİD-də heç bir sənəd lazım deyil. Yəni adi B2 imtahanı necə verirsiniz? Ödənişi edirsiniz, sizə tarix verilib, yəni tarix bilinir, gedib imtahan verirsiniz kompüterdə. Sonra aprobasyon imtahanı, yəni landı seçəndən sonra aprobasyona antraq edirsiniz, sənədləri yığırsınız, aprobasyona göndərirsiniz. Sadəcə Paşba Proofunda bu əvvəldən olunur. FAMİD-də isə yəni sizə əvvəldən heç bir sənəd istənmir. Bir dənə sertifikat istənir, o da ki, minusda versəz. Bəs B2 üçün bu sənədlər lazımdır yoxsa onun üçün də lazım Bəli, deyil? təbii ki, B3 üçün də sənəd lazımdır. Çox sağ olun. Baxır hansı əyalətdə verirsiniz. Yenə deyirəm, Baden-Württembergdə Cuzagədən heç nə eləmək olmur. Cuzagəsiz heç nə etmək olmur. Yəni sadəcə aprobasyona antraq edirsiniz, ammendumla. Bir də sənədlərlə bağlı ki, sənədləri özünüz toplamışdınız. Bu da Yox, mən Şamil doktordan dəstək aldım. Çünki yolun başında olanda həqiqətən adam başını itirir, deyirsən ki, mən hardan başlayım, hardan bitirmək lazımdır. Ona görə mən sənədlərlə bağlı Şamil doktora müraciət eləmişdim. Həm də ki, Şamil doktorun özü də seçnovu bitirib. Ona görə bu yolda yetəri qədər FAQ var. Ona görə ona bizim müraciət etdim. özümüzdə webinar olmuşdu Şamil bəylə aprobasiya haqqında. Baxmışam, ona da baxmışam. Hal-hazırda aprobasiya üçün o videoya baxıb bilirdim ki, hansı fayldan başlasam, hansı konspektdən başlasam daha rahat olar mənim üçün. Evet. Suallar bitti. Yine kiminse sual varsa 1-2 dəqiqə gözləyək. Dediyim ki, səs açıb verə bilərsiniz, yoxsa chatdə yaza bilərsiniz. Buradan səsləndirərik. Burada Aysima xanım sual verib. Siz əvvəldən Lanada nəzərdə tutmuşdunuz Almaniya Azlaşma qərar verəndə. Təbii ki, mən yenə əvvəldən demişdim ki, Baden-Württemberg əyalətini istəyirəm, orada verəcəm. Sadəcə mən FAMED verərək qısaltdım o yolu. Yəni Cuzagi gözləmədim. Yəni bu qədər məncə. Yenə var. Materiallara bir də Bəli. bunlar yenə biz Fidan xanıma webinardan sonra yazarıq. Bizə Tamam. göndərər, biz də qrupa Mütləq. yönləndirərək. Bitdi deyəsən suallar. Hər birinizə qoşulduğunuz üçün təşəkkür edirik. Fidan xanıma da xüsusi təşəkkür edirik. Sağ Gerçəkdən çox olun. aydın bir çıxış oldu bizim üçün də. Kimin nə Webinar sualı olsa yəni Instagram vasitəsilə də yaza Amma bilər. Instagramımızda göndərinciyi qrupa biraz çox sual gələ bilər yəqin ki isə. Yox, təbii ki, yəni normaldır. Və deməyim odur ki, heç kim təəssüflənməsin ki, ay nəsə işim düz getmir, o birisində tez alındı, məndə niyə gec alındı. Yəni hər kəsin yolu individualdır, hər kəsə uğurlar. Kimin nə sualı olsa çəkinmədən verə bilər və kolleqalar bu yolu keçmiş kolleqalardan xahiş etmək istəyirəm buradan ki, digər kolleqalarınıza kömək eləyin, bu yol göstərin. Yəni nə qədər çox Azərbaycanlı kolleqa olsa Almaniyada, təbii ki, bu bir-birimizə bir müsbətdir. Çünki burada elədir ki, yəni kiminsə işi düşə bilər, kiməsə, kimdənsə kömək istəyə bilər. Nə qədər çox kollega olsa Azərbaycanda, yəni Azərbaycanlı daha yaxşı olar, düşünürəm. Hamıya uğurlar. Ümid Çox sağ edirəm olun sizə də bu həm. suallara da cavab verdim. Çox sağ Çox sağ olun. olun doktor. Sağ olun. Sağ olun.